İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam edir. Bugün Ağdərənin Vəngli və Həsənrız kəndlərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə daha 150 nəfər doğma yurduna qayıdıb. Ağdərə rayonunun Vəngli kəndinə 76 nəfərdən ibarət 16 ailə köçürülüb. Bununla da Vəngli kəndinə 134 ailə olmaqla 544 nəfər köçürülüb. Qəhrəmanova İsmira İsmail. 83 yaşım var. Onun 33 il elə burada geçti. Atam, anam rəhmətliyə gedib. Amma 2-3 nəfər ilə qayıtmış. Doğma yurduna yola salınan daha bir köç karvanı Ağdərə rayonunun Həsənrız kəndinə çatıb. Bu mərhələdə Həsənrız kəndinə 74 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev sakinlərə kənddə bütün zəruri infrastrukturun tam şəkildə hazır olduğu və onların rahat yaşayışı üçün su, qaz, elektrik xətləri, yüksək sürətli internet şəbəkəsinin çəkildiyi, yol infrastrukturunun yeniləndiyi barədə məlumat verdi. Qeyd edək ki, bugün daha 32 ailənin öz evlərinə qayıtması böyük qayıdışın növbəti uğurlu mərhələsi kimi qiymətləndirilir. Emin Babayev, Loğman İsmailov, Diana Cəlali, Space Xəbər, Qarabağ.